Vətən müharibəsi qazisi ehtiyatda olan xüsusi təyinatlı qüvvələrin əməkdaşı Kamran İbrahimov Hadrut istiqamətindəki döyüş əməliyyatında iştirak edərkən yaşadıqlarını danışıb. Bölgə TV xəbər verir ki, o əməliyyat zamanı əsas məqsədin Hadruta giriş istiqamətindəki yüksəkliyi ələ keçirmək olduğunu bildirib. Hadrut alınsa da, avtomobillərimiz və texnikalarımız qəsəbəyə daxil ola bilmirdi. Ermənilər orada gizlənmişdilər. Tapşırıq gəldi ki, Hadruta giriş istiqamətindəki yüksəkliyi ələ keçirdik. O yüksəklikdən Hadrut tam görünürdü. Həmin yerdə erməni qrupu mərkəzindən gələn texnikalarımızı vura bilirdilər. Kamran İbrahimov qeyd edib. Kamran İbrahimov bildirib ki, əraziyə səssiz basqın edərək düşmənin yerləşdiyi obyektə daxil olublar. Gördük ki, obyekt boşdur, amma qazın üstündə yeməklər isti, transformator və rabitə xətləri isə işlək vəziyyətdədir. Başa düşdük ki, ermənilər biz əraziyə girməzdən təxminən 1 saat əvvəl oranı tərk ediblər. O, Hadrutda yaşadığı unudulmaz anı da bölüşüb. Ailə həyatı qurduğum zaman bəylik kürsümün arxasına asılan bayrağı həmişə çantamda daşıyırdım. Həmin bayrağı Hadrut yüksəkliyinə sancdıq. Həmin görüntüləri təqdim edirik. Hadrut alınmışdı, amma bizim avtomobillər Hadruta daxil ola bilmirdi. İstər avtomobillərimiz, istər texnikalarımız və şəxsiyyətdə tam rahatçılıqla Hadrutda hərəkət edə bilmir. Amma istər-istəməz Hadrutda bizim şəxsiyyət var. Nə qədər də olmuyor, Hadrut böyük bir kənddir. İçində onun gizlənmiş ermənilər var. Bizim istiqamət Hadrutun, elə bil Hadruta giriş istiqamətində sol bir yüksəkliyi var. Həmin o yüksəklikdə erməni bir qrupu var, ermənilərin. Onlar tam-tamına bizim Hadrutun mərkəzin gələn avtomobilləri vura bilirlər. İstər tanklarımızı, istər texnikalarımızı və digər avtomobillərin hamısını vura bilirlər. O yüksəklikdən Hadrutun içi tam-tamına görsənir. Bizə tapşırıq verildi ki, həmən yüksəkliyi ələ keçirilsin ki, bizim texnikalar, avtomobillər Hadruta daxil ola bilsin. Əməliyyata icra etmək üçün hava qaralmışdı. Qərar verdik ki, səhər saatlarında biz burada əməliyyatı icra edək və səhər saat 5, təxmin 6-ya işləyərdik. Planlama elədik, atəş dəstək qrupunu yerləşdirdik, müşahidə qrupunu yerləşdirdik və hücum qrupu atəş dəstəyin atışından sonra hücum qrupu girməlidir. 10 dəqiqə biz müşahidə apardıq ki, artıq orada nə tərpəniş var, heç bir şey yoxdur. Qərar verdik ki, biz bura səssiz basqın icra edəcəyik. Eləcə hücum qrupu həmən obyektə daxil olduq biz. Obyektə daxil olanda gördük, obyekt boşdur. Obyekt boşdur, amma obyektə baxırıq ki, yeməklər istidir. Qazın üstündə yeməklər isti-isti qalıb. Orada transformator vardı ki, işlək vəziyyətdədir. Generator vardı, işlək vəziyyətdədir. Rabitələr var idi ki, işlək vəziyyətdədir. Biz belə başa düşdük ki, artıq bizdən bir saat yarım qabaq ermənilər oranı tərk ediblər. Böyük bir yüksəklik var, Vişqa yüksəkliyi. Həmin o Vişqa yüksəkliyinə mənim sumkamda hər zaman gəzdirdiyim bir bayraq vardı ki, o bayraq mən ailə həyatı qurduğum zaman bəylik kürsümün arxasında asılan bayraq idi. Həmən o bayrağı sumkamdan çıxardıb, qrup komandiri ilə birlikdə o bayrağı o vişqiyə sancdıq. Sancandan sonra bizim bir hərbi qulluqçu vardı, orada azan verdi. Azanı oxuduqdan sonra biz rabitədə əlaqəyə çıxdıq. Bizim də əlaqəyə çıxdığımız, məhz bizim taburun qərəgərəsi Mayor Zeynəb Nəsir. Əlaqəyə çıxdıq ki, bəs cənab Mayor verdiyiniz tapşırıq uğurla icra edildi, arama-tarama edilib. Bizim 3 rəngli bayrağımız Vişqada asılıb.